Qurban Qurbanov 3 gün sonra Bakıda keçiriləcək Ajax'la oyuna sürpriz hazırlayır. Bu İspan futbolçusu Johnny Montiel'dir. Johnny bildiyiniz kimi zədələnmiş Kadinin əvəz etməsidir və Çempionlar Liqasının siyahısına əlavə edilib. Əvvəllər Johnny heyətdə düşmürdü, amma son 2 oyunda artıq oynanılır və astaca hər oyundan oyuna formasını yığır. Qurban Qurbanov da dünən Zile ilə oyundan sonra onun haqqında bir-iki kəlmə dedi və əlavə etdi ki, inanmır Ajax'la 90 dəqiqə futbolçunun oyun keçirməyinə, amma Johnny formanı yığa bilir. İndi bilmək olmaz Johnny 3 gündən sonra Qarabağa necə kömək edəcək, amma Ajax'ın keyfi yaxşıdır və Bakıya çox yaxşı əhval-ruhiyyə ilə gəlir. Dünənləri növbəti Niderland çempionatının oyununda qələbə qazanıblar və komanda artıq üçlüyə qalxıb. 3 gündən sonra komandamıza uğurlar. Ümid edirik ki, Johnny və yaxud da başqa bir futbolçu oyunun taleyini həll edəcək. Qarabağın xeyrinə. Uğurlar.